Əziz şagirdlər, mən Azərbaycan dili müəlliməsi Aynura Babazadə bugün sizə 7-ci sinif proqramına uyğun BSQ 2 adlı elm kitabından olan testin izahını verəcəm. Xüsusən də BSQ-lar qabağıda şagirdlər baxıb əlavə sınaq kimi bu testi işləyə bilərlər. Deməli, başladıq. Nümunədə verilmiş köməkçi nüqsələrin ardıcıllığını müəyyən edin. Elə bil lap bu saat, elə bil modal sözdür. Lap ədatdır. Burada yenə lap bu saat yenə ədatdır. Deməli, modal söz, ədat, ədat. Gəlsə qış, yaxsa da qar, dadə bağlayıcıdır. O dayanmaz, yenə də daha sürətlə uçar. Burada daha ədatdır. Düzgün cavab B variantı. Köməkçi nüqsələrinin birinin sinonimi səhv verilmişdir. Əlbəttə ki, ötürü üçün düzdür, ca ilə düzdür, məxsus xas düzdür, tərəf kimi düzdür. Sarı görə səhvdir. Çünki sarı görə, evə görə sarı o tərəf olmalı idi, səhvdir. Köməkçi nüqsələrin hansı ismin qrammatik şəkilçilərini qəbul edir? Əlbəttə ki, qoşma. Məsələn, deyirəm ki, onun üçündür. Onun kimiləri. Görürsünüz, qoşma cəm xəbərlik şəkilçisi qəbul etdi. Sonra, cümlələrin birində bağlayıcı ilə əlaqədə durğu işarəsi səhv qoyulmuşdur. Cümlələrin birində bağlayıcı ilə əlaqədə durğu işarəsi. Baxaq. Xalq dünəni də bugünü də görür. Deməli, dünəni də cümlədə təkrarlanan dadə bağlayıcısına özündən, axırıncısından əvvəl vergül qoyulur. Adət belə idi ki, demişdi ki, onun çünki ondan ötürü ki, ona görə ki, bu bağlayıcılarda özündən sonra vergül qoyulur. Yəni ki ilə işlənən bu bağlayıcılarda. Ancaq ki və belə ki, aydınlaşdırma bağlayıcısı var, tabellik. Özündən sonra vergül qoyulur. Burada da özündən sonra vergül qoyulub, düzdür. Siz mənə borçlu deyilsiniz. Çünki, baxın, çünki də özündən əvvəl qoyulmalıdır. Amma ancaq, lakin, çünki, ona görə ki, ondan ötürü ki, onun çünki, halbuki, ha belə, fəqət, bu bağlayıcılarda özündən əvvəl vergül qoyulur. Burada isə bu səhvdir. Özündən sonra vergül qoyulur. Burada düzdür. Əsl zəhər sənin ürəyində idi, amma özündən əvvəl qoyulub. Görürsünüz, baxın, gözəlliyi də cümlədə tək işlənib dadə, ona görə vergül qoyulmuyub. Sonra nümunədə köməkçi nitq hissələrinə aid olan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Deməli, nə yarpaqları saraldı, saplağı sınmış kimi, nə yarpaqları saraldı, saplağı sınmış kimi, nə xəzəli töküldü. Burada uşaqlar, nə xəzəli töküldü düşməyib. Ona görə bura yazıram. Nə xəzəli töküldü, nə xəzəli töküldü, yuvasından uçan quş kimi. Elə bil gövdəsi üşümüşdü. Elə bil gövdəsi üşümüşdü. Aha, indi baxırıq. Nümunədə köməkçi hissələrinə aid olan sözlərin işlənmə ardıcıllığı. Nə yarpaqlarsa, nədir? Deməli, nə? Burada nə təsdiq bildirən modal sözdür. Nə? Aha, deməli, nə? Belə nə bağlayıcıdır, nə də inkarlıq bağlayıcı düzdür hesab eləyin. Deməli, nə yarpaqları saraldı. Deməli, birinci baxın, nə bağlayıcı gəlir. Sınmış kimi. Burada nə gəlir? Bənzətmə bildirən. Mənim kimi, sənin kimi, ata kimi, ana kimi, uşaq kimi. Qoşmadı. Deməli, nə yarpaqları saraldı bağlayıcı, nə sınmış kimi qoşma. Sonra yuvasından uçan quş kimi yenə qoşma. Elə bil ki, sanki bənzətmə bildirən modal söz. Deməli, necə oldu? Deməli, baxırıq, necə oldu? Birinci oldu bağlayıcı. İkinci oldu qoşma, deməli, bağlayıcı, 5, qoşma, 4, sonra yenə bağlayıcı, baxın, bağlayıcı, qoşma, yenə bağlayıcı, yenə burada nə var, görürsünüz, bağlayıcı, qoşma, yenə bağlayıcı, 5, 4, bağlayıcı, qoşma, yenə bağlayıcı. Və ən axırda da elə bil ki, modal söz. 5, 4, 5, 1.
Baxın, nə bağlayıcı, yenə qoşma və ən axırda da modal söz. 5, 4, 5, 1. Düzgün variant 5-də A variantı. A, bu variant tam düşməyibdir. İndi baxaq. Köməkçi kisələrin işlənməsinə görə uyğunsuzluğu müəyyən edin. Deməli, anam qurban deyib vətənə mənim. Deyib ki, ən əziz balamsan mənim. Anam qurban deyib vətənə. Deyib ki nədir? Bağlayıcı. Ən əziz ədat. Bu düzdür. Oxuyub müəllim hər kim olsam da. Ay ana isə demə, ay nidadır. Çağırış bildirir. Hər kim olsam da cümlədə tək işlənib bağlayıcıdır. Deməli, bu da deyil, düzdür. Bizə deyir ki, uyğunsuzluğu müəyyən edin. Şah dedi, ən lazım nədir insana? Yenə də çox fikir çıxdı meydana. Şah dedi, ən lazım, ən nədir? Ədatdır. Şah dedi, ən lazım nədir insana? Yenə də çox fikir çıxdı meydana. Deməli, burada ən lazım ədatdır. Yenə də çox fikir çıxdı meydana. Burada yenə də bağlayıcı deyil. Ona görə düzgün cavab C-dir. Baxaq. Yıxılmazdın, elə hey yüksələrdin. Bəlkə də tufanası, bəlkə modal sözdür. Elə hey, nidad, elə hey. Yıxılmazdın, elə hey yüksələrdin. Bəlkə də modal sözdür. Elə ədatdır. Elə bir bu yeri yaratdığın gün düşübdür Allahın xoş saadına. Elə bir bənzətmə edirəm modal söz. Başqa bir köməkçinin hissəsi yoxdur. Amma burada ədat var, bağlayıcı yoxdur. Yenə də çox fikir çıxdı meydana. Burada yenə də bağlayıcı deyil. Sonra keçək. Nümunədəki köməkçi hissələri ilə bağlı səhv fikri müəyyənləşdirin. Varaz oğlunun da cəsarətini bəyəndi, amma sonra daha çətin sınaqdan keçirmək istədim. Deməli, bəlkə birdən o səni məğlub etdi. Nümunədə modal söz yəqin sözünün sinonimdir, düzdür. Bəlkə də yəqin sözünün sinonimdir.